Belə bir ailə yoxdur. İstər mən, istər sizlər, ya kənar, ətrafımızda hər kəsin sinirinin bir həddi var. Bəzən də insanları o həddi basan insanlar var ki, özündən insanı çıxartacaq və həddimiz bizi əsəbləşdirən, məsələn, bizi o həddə çatdıranda istər-istəməz biz emosiyamızı nə ilə veririk? Sinir sistemimizlə, qışqırmaqla, bağırmaqla və bəzi insanlar içinə salır onu, sakit oturur, anlayışla, yəni bir dəfə deyir, iki dəfə, istər-istəməz ki, insanı bir həddi var da, ora çatdırdığımız zaman içimizdə olan emosiyanı çölə çox tökürük və necə tökürük? Qışqırırıq, agresiya göstəririk, beylərimiz xanımlarına qarşı hətta əl belə qaldıra bilirlər. Onlarla kobud rəftarları, bax bura kimi, bu kimi durumlara qədər ola bilir. Sinir sisteminin zamanı pozulduğu, insan özünü kontrol edə bilmir. Yəni necə kontrol edə bilmir? Əsəb artıq elə bir həddə çatır ki, hətta görürsünüz ki, insan kiməsə təzyiqlər göstərir. Hətta bəzi o qədər həddini keçən emosiyamızı toparlaya bilməyən bəzi insanlar ölümlə belə nəticələnən problemlər yaşayırsınız və bəzi insanlar öz əsəblərini cilovlayıb saxlaya bilmirlər. Cilovlayıb əsəbimizi saxlaya bilmiriksə, biz nə etməliyik? Müalicə etməliyik. Və bu müalicənin çalışan psixotrop dərmanlarla yox da, antidepressantlar, psixotrop dərmanlar bizi süstləşdirməklə, dərman içirik ki, sinir sistemimiz sakitləşsin. Bununla deyil. Biz çalışırıq bunu aparatlar vasitəsilə müalicə edirik. Sizə heç bir yan təsiri göstərməyən aparatlar vasitəsilə ki, sinir sistemimizi sakitləşdirir, sizi cilovlaya bilir, yəni fikrinizi özünüzdə ələ almaqda kömək eləyir. Bu nə psixoloqdur, bu nə nevropatoloqdur, bu da nə psixiatrdır. Burada məhz aparatlar vasitəsilə müalicə gedir.